Hər vaxtınız xeyir olsun uşaqlar. Həmişə dediyim kimi, öz gələcəyinizin mimarı siz özünüzsünüz. Bu gələcəyi gözəl inşa etmək ümidi ilə başlayağın dərsimizə. Uşaqlar, biz bu gün sizinlə 8-ci sinif fizika dərsliyində sürtünmə qüvvəsi mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxmış olacağıq. Elə isə keçək uşaqlar tapşırıqların həllinə. Öyrəndiklərinizi tətbiq edin hissəsində birinci sualda bizə deyir ki, kütləsi 50 qram olan pozan 0,7 Newton qüvvə ilə kağız üzərində hərəkət etdirilir. Pozana təsir edən qüvvələri qüvvə diaqramı çəkərək göstərin və sürtünmə əmsalı 0,6 olarsa, pozanın təcilini hesablayın. Bizə rahat olsun deyə pozanı masa üzərində, kağız üzərində qeyd edək və bu pozana təsir edən qüvvələri artıq göstərməyə çalışaq. Pozanın kütləsi olduğuna görə, demək ki, buna aşağıya doğru bir F ağırlıq qüvvəsi təsir edir. Buna yazdım, F ağırlıq qüvvəsi. Və bu pozanın kağız üzərindəki bir reaksiya qüvvəsi də var ki, bunu R reaksiya ilə göstərək. Pozan, burada göstərilib görürsünüz, 0,7 Newton qüvvə ilə kağız üzərində hərəkət etdirilir. Demək ki, bizim dartı qüvvəmiz F dartı bərabərdir. 0,7 Newton bir qüvvə var. Yəni, F dartı qüvvəmiz var. Hərəkət etdirilirsə, demək ki, sürtünmə qüvvəsi var. Sürtünmə qüvvəsi də həmişə hərəkətin əksi istiqamətində olur. Ona görə də burada, bax burada, kağızla təmasda F sürtünmə qüvvəsi yaranır. Buna yazdım F sürtünmə. Bu qədər. İndi başlayalım uşaqlar. Biz verilənlərə əsasən pozanın təcilini hesablamağa. Deməli uşaqlar, bizə burada verib ki, kütləsi 50 qram olan. Deməli yazıram. M bərabərdir 50 qram. Bu da bərabərdir 0,5 kiloqram. Dartı qüvvəmiz isə 0,7-dir. F dartı bərabərdir 0,7 Newton. Kağız üzərində hərəkət etdirir, pozana təsir edən qüvvələr və nü bərabərdir 0,6. Biz bilirik ki, nünün vahidi yoxdur. Təcilini tapacaq. A bərabərdir sual şərsinə. Baxın, burada diaqramda göstərdiyim kimi, pozan əgər sağa doğru gedirsə, sürtünmə qüvvəsi onun əksinə doğrudur, sola doğrudur. Bu qüvvələr bir-birinə əks istiqamətdə olduğuna görə əvəzləyici qüvvəni tapanda nə edirdik? Baxın, F əvəzləyici bərabərdir. Böyük qüvvədən kiçik qüvvəni çıxırdım. Yəni, F dartı çıxılsın F sürtünmə. Düzdür? F əvəzləyicinin yerinə ima yazacağım. Bərabərdir. F dartı da öz yerində qalacaq. Çıxılsın. F sürtünməni açsam. F sürtünmənin düsturu nədir? Nü vurulsun mr. R olduğuna görə də nü vurulsun R-də əslində. Amma R-in yerinə mr yazıram. Çünki reaksiya qüvvəmiz mr-dir. İndi bütün verilənləri qoyacağım yerinə uşaqlar. Mən burada neyi tapmalıyam? A-nı. Əvvəlcə A-nı tapım. F dartı çıxılsın, nü vurulsun mr bölünsün m-ə. A bərabərdir. F dartın yerinə yazacağım 0,7 çıxılsın. Nüyümüz 0,6 vurulsun m 0,5. R-imiz 10. M-imiz isə yenə də 0,5. Bərabərdir. 0,6-yı 10-a vuranda 6, 6-nı 105-ə vuranda 0,3. Deməli, 0,7 çıxılsın 0,3, bölünsün 0,5 da bərabərdir. Edəcək, deməli 0,4, 8. Tapdım ki, təcilin 8 metr bölünsün saniyənin kvadratıdır. Belə, biz pozanın təcilini tapmış olduq. İndi keçək uşaqlar sizinlə ikinci tapşırığa. İkinci tapşırıqda bizə nə deyir? Deyir ki, avtomobil şəkildəki təkərlərdən hansı ilə daha yaxşı hərəkət edər? Təkərləri su kanalları yağışlı havada təhlükəsizliyi təmin etməyə necə kömək edir? Baxın uşaqlar, biz burada iki təkər görürük. İki təkərdən biri, yəni soldakı köhnə və az naxışlıdır. Bax bu, göstərim. Bax bu təkər, soldakı. Bu köhnədir və az naxışlıdır. Sağdakı daha dərin su kanalı təkərdir.
Yağışlı havada sağdakı təkər daha yaxşı hərəkət edir. Niyə görə? Çünki su kanalları suyu xaricə ataraq təkərlə yol arasında yaxşı təmas yaradır. Deməli, sağdakı təkər su kanalları suyu kənarlaşdırır və sürtünməni azaldır. Amma fikir verin burada, soldakı təkərdə isə burada demək olar ki, su kanalları itmiş vəziyyətdədir. Yəni köhnəlmiş olduğuna görə naxış burada yoxdur. Məhz bu səbəbdən də birinci sürüşməni daha yaxşı azaldır. Yəni sağdakı təkər. İndi uşaqlar keçəyin sizinlə üçüncü tapşırığa. Üçüncü tapşırıqda bizə deyir ki, sərbəst buraxılmış 1 kiloqram kütləli cisim ağırlıq qüvvəsinin təsiri ilə yerə düşür. Hava tərəfindən həmin cismə 2 Newton sürtünmə qüvvəsi təsir edərsə, onun təcilini hesablayın. Havanın müqaviməti nəzərə alınmadıqda cismi təcil nəyə bərabər olur? Deməli, bir dəfə havanın müqaviməti təsir etdikdə hesablamaq lazımdır. Bir dəfə də havanın müqaviməti təsir etmədikdə hesablamaq lazımdır. Baxın uşaqlar, deməli, gəlin burada özümüzə bir yenə də yer düzəldək. Əvvəlcə, deməli, cisim ağırlıq qüvvəsinin təsiri yerə düşür. Hər hansı bir cismi götürək. Hər hansı bir cismi götürək. Ağırlıq qüvvəsinin təsiri ilə, yəni F ağırlığının təsiri ilə yerə düşür. Düzdürmü? Yerə düşdüyün vaxtda sürtünmə qüvvəsi, yəni hava ilə təmasdan bir sürtünmə qüvvəsi, müqavimət qüvvəsi meydana gəlir ki, F müqaviməti də buradan göstərim, daha yaxşı olmuş olsun. F sürtünmə bərabərdir 2 Newton. İndi deyir ki, havanın müqaviməti nəzərə alınmadıqda cismin təcili. Bir dəfə havanın müqaviməti nəzərə aldıqda cismin təcili nəyə bərabər olur? Əvvəlcə onu hesablayaq. Deməli, baxın uşaqlar, cisim nə edir? Cisim yerə düşür, düzdür? Cisim yerə düşürsə, demək ki, ağırlıq qüvvəsi daha böyükdür ki, sürtünmədən. Cisim yerə doğru hərəkət edir. Ona görə də F əvəzləyicini tapanda nə edəcəm? Yenə də böyük qüvvədən kiçik qüvvəni çıxacaq. F əvəzləyici bərabərdir. Yerə düşdüyünə görə ağırlıq qüvvəsi daha böyükdür. F ağırlıq çıxırsın F sürtünmə. F əvəzləyicinin yerinə yazacağım. MA bərabərdir. F ağırlıq çıxılsın, yenə də F sürtünmənin yerinə yazacağım. New MR. Əslində F sürtünməmizin öz qiyməti var. Bunu yazmağa da ehtiyac yoxdur. F sürtünmə hələ özü qalsın yerində. Buradan biz təcili tapsaq, A bərabərdir. F ağırlıq çıxılsın F sürtünmə bölünsün M-ə. Getirək bütün verilənləri yerinə qoyaq. F ağırlığımız nə qədərdir? Əgər kütləsi 1 kiloqramdırsa, F ağırlıq qüvvəsi də bərabərdir. mg olduğundan 1-i vuraram ona 10 Newton. Deməli, ağırlığın yerinə yazacağım 10. Çıxılsın. F sürtünməmiz baxın burada verib. 2 bölünsün. Kütləmiz də 1. Bu da bərabərdir. Ondan 2 çıxanda 8. 8 də 1-ə böləndə yenə də 8. Tapdım ki, əgər sürtünmə qüvvəsi olarsa, yəni havanın müqaviməti nəzərə alınarsa, cismin təcili 8-ə bərabərdir. Yox, əgər, baxın, ikinci hissəsinə diqqət edin, əgər havanın müqaviməti nəzərə alınmarsa, bax, bu zaman demək ki, sürtünmə qüvvəni nəzərə almayacaq, düzdürmü? Və bu zaman cisim sərbəst düşdüyünə görə onun A-sı, yəni təcili, sərbəst düşmə təcili olan J-yə bərabər olacaq. Və ona görə də sərbəst düşəndə təcili 10 metr bölünsün saniyə kvadrat olacaq. Yəni, məsələmizi belə müəyyənləşdirdik ki, əgər havanın müqaviməti nəzərə alınarsa, bax, bu cür hesablanacaq, burada qaydada hesablanacaq. Yox, əgər havanın müqaviməti nəzərə alınmarsa, o zaman A J-yə bərabər olacaq, o da 10 metr bölünsün saniyə kvadratı təcillə yerə düşmüş olacaq. Belə uşaqlar, indi də keçək biz 4-cü tapşırığa. 4-cü tapşırıqda isə bizə deyir ki, deməli, kütləsi M2 kütləli cisim bərabər sürətlə aşağı doğru hərəkət edir. M1 bərabərdir 10 kiloqram, M2 bərabərdir 8 kiloqram olarsa,
M1 cisminin səthlə sürtünmə əmsalını hesablayın. Uşaqlar, burada əvvəlcə bir fikir verək. Hansı sözdən istifadə edib? Bərabər sürətlə. Yəni, bərabər sürətlə aşağıya doğru düşübsə, demək ki, A-mız bərabərdir 0. Yəni, biz əvvəlcədən artıq bunu özümüzə müəyyənləşdirmiş olduq. Yəni, cismin təcili yoxdur. 0-a bərabərdir. Və bundan sonra gedişatı artıq gedəcək. M2 kütləmiz niyə bərabərdir? 8 kiloqramdır, düzdür? Bərabərdir 8 kiloqram yazın. M1 də bərabərdir 10 kiloqram. Bax, bunu da yazdım. Cisim aşağıya doğru gedir. Bax, bunu yazacağım 80 Newton. Baxın, uşaqlar. Bu kürəni saxlayan nədir? İpdir, düzdür? Başqa rəylə göstərim, rahat olsun. Bax, bu saxlayan ipdir, düzdürmü? Buna deyəcəm T gərilmə. Baxın, uşaqlar, eyni ipdən söhbət getmir buradan. Eyni ipdir də burada. Baxın, eyni ipdir. Eyni ipdə həmişə eyni gərilmə olur. Yəni, burada gərilməmiz 80 Newtonun bərabər olmuş olmadı. Əgər 80 Newtondursa, bu ipin hər yerində gərilmə 80 Newtona bərabərdir. Yəni, bu o deməkdir ki, cismi, yəni M1 kütləli cismi də sağa doğru dartan qüvvə T bərabər 80 Newtona. Çünki yenə də deyirəm, eyni ipdə eyni gərilmə olur. Onda baxın, bu cisim sağa doğru gedirsə, M1 cismin masa ilə, şüşə ilə daha doğrusu yaratdığı sürtünmə, F sürtünmənin özü də 80-ə bərabər olacaq. Onda yazacağım, F sürtünmə bərabər olacaq T gərilməyə. Deməli, onda F sürtünmə bərabərdir 80 Newtona. Və buna görə də artıq müəyyənləşdirmiş olacağım. New vurulsun R bərabərdir 80-ə. Yaxşı, deyəcəksiniz, new vurulsun R-i hardan gətirdim? Sürtünmənin öz düsturudur da. F sürtünmə bərabərdir new vurulsun R-dir. Onun düsturunu gətirib qoydum burada. New vurulsun R bərabərdir 80-ə. Daha sonra R-in yerinə yazacağım. New vurulsun R özü də mj-dir də. İndi R-in yerinə yazacağım burada. mj bərabərdir 80-ə. İndi mən buradan new'nu tapsam, 80 bölünsün mj-yə. Bu da bərabərdir. 80-i böləcəm. Evimiz nə qədədir? Bax, buradakı kütlədən söhbət edir. 10. Vurursa j-imiz də 10-a bərabər. Və bərabərdir 0,8. Tapdım ki, onda sürtünmə əmsalı 0,8-ə bərabərdir. İndi ümumi bir özət edim, uşaqlar. Deməli, necə tapdıq? Əvvəlcə bu ipdə müəyyənləşdirdik ki, eyni ipdə eyni gərilmə olur. Əgər gərilmə aşağıya doğru cismin kütləsi 8 kiloqramdırsa, demək ki, gərilməmiz də burada 80 Newtona bərabərdir. Eyni ipdə eyni gərilmə olduğuna görə, demək ki, bu cismi, yəni M1 kütləli cisim də 80 Newton qüvvənin təsiri ilə dartılır. 80 Newton qüvvənin təsiri ilə dartılır. Baxın, burada bərabər sürətlə sözü var idi də. Bərabər sürətlə dartıldığına görə sürtünmə qüvvəsi də 80 Newtona bərabər. Və burada qeyd etdim. Və daha sonra sürtünmə qüvvəsinin düsturunu yazdım yerinə və buna uyğun olaraq həll etdim. Daha sonra R-i də müəyyənləşdirdim ki, R də bərabərdir mj-dir. Yerinə yazıb tapmış oldum ki, nü'nün qiyməti 0,8-ə bərabərdir. İndi uşaqlar, keçəyim sizinlə öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara. Deməli, uşaqlar, bizə deyir ki, aşağıdakı sualları cavablandırın. Hansı qüvvə sürtünmə qüvvəsi adlanır? Onun istiqaməti necə müəyyən edilir? Deməli, uşaqlar, biz bilirik ki, sürtünmə qüvvəsi nədir? Sürtünmə qüvvəsi hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvədir. Yəni, belə də açıqlasaq, bir cismin digər cismin səthində hərəkəti zamanı, həm də və yaxud da ki, hava və su kimi mühitdə hərəkəti nəticəsində yaranan qüvvə sürtünmə qüvvəsi adlanır. Və həmişə sürtünmə qüvvəsi hərəkətin əksi istiqamətində yönəlir. İkinci sualı oxusaq, deyir ki, sürtünmə qüvvəsi toxunma yolu ilə yoxsa toxunma olmadan baş verir. Fikir versəz, biz burada tərifi dedikdə nə dedik? Dedik ki,
Sürtünmə qüvvəsi hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvədir. Yəni sürtünmə qüvvəsi təmas nəticəsində baş verir. Yəni mən bu cismi sağa doğru dartıramsa F dartı ilə, sürtünmə qüvvəsi sola doğru və bu səthdə yaranır. Havada yaranmır. Havada yəni diyəcəyin sürtünmə qüvvəsini sən yuxarıdan göstərə bilmərsən. Burada fərqli rənglə göstərim. Sən sürtünmə qüvvəsini bax bu yuxarıdan qeyd edə bilmərsən. Yəni bu düzgün deyil. Sürtünmə qüvvəsi bu təmasda olmalıdır. Təmasda yaranmalıdır. Və ona görə də sürtünmə qüvvəsi yalnız toxunma ilə olur. Toxunma olmadan olmaz. Sürtünmə qüvvəsi niyə yaranır? Bayaqlar dediyim kimi, sürtünmə qüvvəsi səthlərin nahamarlığından, girintili çıxıntılı olmasından qaynaqlanır və buna görə də yaranmış olur. İkinci sualımıza keçək uşaqlar. İkinci sualımızda bizə deyir ki, üfüqi səth üzərində hərəkət edən 20 kiloqram kütləli cismə 140 Newton sürtünmə qüvvəsi təsir edir. Cismin üfüqi səthlə sürtünmə əmsalını tapın. Deməli, baxın uşaqlar, indi verilənləri biz yazarıq. Üfüqi səth üzərində 20 kiloqram kütləli cismə. Burada lap qeyd edeyim. Üfüqi səthdir. Kütləsi də M bərabərdir 20 kiloqram. Qeyd etdim. 140 Newton sürtünmə qüvvəsi təsir edir. Baxın, artıq burada bizə sürtünmə qüvvəsini verib. Bax, buradan yazacağım. F sürtünmə bərabərdir 140 Newton. İndi bizə deyir ki, sürtünmə əmsalını hesablayın. İndi biz bunu hesablasaq, necə yazarıq? Yazarıq ki, M bərabərdir 20 kiloqram. Kütləni yazdım. F sürtünmə bərabərdir 140 Newton. Newton bərabərdir suala. Məndən sürtünmə əmsalını soruşur. Biz bilirik ki, sürtünmənin düsturu nədir? F sürtünmə bərabərdir Newton vurulsun R. Bayaqlarda dedim ki, biz bu R-in yerində MJ yaza bilərik. Onda yazacağım ki, F sürtünmə bərabərdir Newton vurulsun MJ. İndi biz buradan Newton'u tapsaq, düsturumuzu alarıq ki, F sürtünmə bölünsün MJ-yə. Hər şeyi yerinə qoyaq və həll edək. F sürtünməmiz 140, M-imiz 20, R-imiz də 10. Qoysaq yerinə və tapsaq, deməli, 0,7. Tapdım ki, Newton bərabərdir 0,7 olacaq. Belə uşaqlar. Sürtünmə əmsalını bu şəkildə biz hesablamış olduq. İndi keçək sizinlə üçüncü tapşırığa. Üçüncü tapşırıqda bizə deyir ki, uşaqlar, deməli, 0,5 kiloqram kütləli taxta blok üfüqi səth üzərində hərəkət edir. Ona təsir edən dartı qüvvəsi, yəni bax buradakı F dartı bərabərdir 10 Newton. Taxta ilə şüşə arasındakı sürtünmə əmsalı Newton bərabərdir 0,2 olarsa, qüvvə diaqramı çəkərək bloka təsir edən qüvvələri də göstərin, onun təsirini hesablayın. Deməli, burada yazdım, F dartı bərabərdir 10-dur. Əgər dartı sağa tərəfdirsə, sürtünmə sola tərəf olacaqdır, özü də səthdə yaranacaq. Bayaqlarda demişdik onu. Burada yazacağım ki, F sürtünmə. Deməli, aşağıya doğru bir ağırlıq qüvvəmiz var, F ağırlıq və bu ağırlığın əksi istiqamətində bir reaksiya qüvvəmiz var ki, buna deyirəm R. Artıq diaqramla göstərmiş oldum. İndi də təcili hesablayacağım. Təcili də hesablasam, deməli, bu şəkildə yazaram ki, bu verilənləri yazım. F dartı bərabərdir 10. Aydın olsun hər birimizə. M bərabərdir 0,5 kiloqram və məndən soruşur ki, neyi tap? Təcili tap. A bərabərdir soru şəxsinə. Yenə də hansı qaydanı yerinə yetirəcək? Əvəzləyici qüvvənin tapılmasına. Baxın uşaqlar, cisim hansı tərəfə doğru gedir? Sağa doğru gedir. Sağa doğru gedirsə, sürtünmə qüvvəsi sola doğrudur. Əgər sağa doğru hərəkət edirsə, demək ki, sağa doğru gedən qüvvə daha böyükdür. Ona görə də əvəzləyicini tapanda sağdakı qüvvədən soldakı qüvvəni çıxacaq. Elə isə yazaq. Yazacağım onda F əvəzləyici bərabərdir F dartı çıxılsın F sürtünmə.
F əvəzləyicinin yerinə yazacağım. İma bərabərdir. F artı çıxılsın. F sürtünməni də yerinə yazacağım. New M J. Və bizə buradan A lazımdır. A-nı tapsam F artı çıxılsın New M J bölünsün M-ə. Və hər şeyi yerinə qoyaq, həll edək. F dartımız var. Bəli, var. 10 çıxılsın. New'muz 0,2. M'imiz 0,5. J'imiz də 10'a bərabərdir. Onu bilirik. M'imizin yerinə yenə də aşağıda məxrəcdə qoyacağım. 0,5. Və həll edək. Deməli, 0,2 ona vuracağım 2. 2'ni 0,5'e 1. 9. 9'u böləcəm 0,5'e. Bu da edəcək 18 metr bölünsün saniyənin kvadratı. Tapdım ki, cisimimizin təcili 18 metr bölünsün saniyənin kvadratıdır. Belə, təcili artıq hesablanmış olduq. İndi keçəyim sizinlə 4-cü və sonuncu tapşırığımıza. 4-cü tapşırıqda deyir ki, sürtünmə əmsalı sabit olduqda, yəni nü bərabərdir konstant. Yəni, cisim eyni səth üzərində sürüşür. Sürtünmə qüvvəsinin cismin kütləsindən asılı qrafikini qurun. Baxın, uşaqlar, bu qrafiki qurmaq üçün sürtünmə qüvvəsinin düsturu nədir? F sürtünmə bərabərdir. Nü M R. İndi burada nü sabitdir. Düzdür? J də sabitdir. Çünki konkret bir qiymət var da. Nü niyə görə sabitdir? Çünki burada şərtdə özü deyir. Sürtünmə əmsalı sabit olduqda. Mən ona görə sabit götürdüm. J-də özü sabitdir. Çünki stabil bir qiyməti var. İndi F sürtünmə M-lə necə asılıdır? F sürtünmə M-lə əlbəttə ki, düz mütənasib asılıdır. Onda bizim də qrafikimiz necə olacaq? F sürtünmənin M-lə asılığı düz mütənasib olmuş olacaq. Belə uşaqlar. Ümid edirəm ki, bütün suallar sizə aydın olmuş oldu. Həmişə dediyim kimi, öz gələcəyinizin memarı siz özünüzsünüz. Bu gələcəyi gözəl inşa etmək ümidi ilə sağ olun uşaqlar.